Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Adım Kristinadır. Kanalımda müxtəlif cür rituallar, baxımlar, proqnozlar paylaşıram. Əgər sizə maraqlıdırsa, abunə ola bilərsiniz. Deməli, bugünkü videoda mən yaxın gələcəkdə sizin nəyi gözlədiyinə baxacağım. Yəni, nəyin gözlədiyinə. 3 dənə variant olacaq. Siz deməli videonu baxdığınız andan etibarən olacaq. Yəni vaxta bağlı deyil bu. Nə vaxt qabağınıza çıxırsa, o vaxt izləyirsiniz və o andan etibarən keçərlidir. Deməli, 3 dənə variant olacaq. Siz variantınızı seçirsiniz. Variantı seçməyiniz vacibdir. Çalışın intuitiv seçin. Bu birincidir. Bu ikincidir. Bu da üçüncüdür. Seçiminizi edirsiniz. Əgər sizə daha çox vaxt tələb olunursa, deməli videonu dayandırıb seçiminizi etdikdən sonra davam edə bilərsiniz açılıma. Deməli birinci varianta keçid etmək istəyirəm. Sizi nə gözləyir? Deməli, sizi yaxın gələcəkdə hansı bir gözləntilərinizin olacağı bir görüş olacaq. Həmçinin də bu sizin deməli çoxdandan da gözlədiyiniz bir görüş ola bilər. Bəzi insanlarda belə olacaq ki, onların bu görüşdən gözləntiləri çoxdur. Bəzi insanlarda isə bu hansısa bir çoxdan da istədikləri bir görüşdür, gözlədikləri bir görüşdür. Haçan olacaq və artıq baş verir. Həmçinin də burada deməli həmin bu görüşün baş verməsi üçün nəyisə tərk etməyiniz, qoymağınız tələb olunur. Bu həm sizin hansısa vərdişləriniz ola bilər, hansısa yaşanmış yeriniz, hansına ki siz alışmısınız. Artıq sizdə misal üçün belə həyat tərzidir, amma siz onu qoymalısınız, öz çevrənizi qoymalısınız. Yəni hansısa alışqanlıqlar deyilən bir şey var. Onlardan gərək artıq əl çəkəsiniz ki, yəni dəyişiklik edəsiniz ki, bunlar hamısı reallaşsın. Həmçində bu uzaq bir yol ola bilər, hansında ki, başqa şəhərə gedirik, başqa yerə yəni köçürük gedirik. Həmçində bu görüş sırasında belə bir danışıq ola bilər, nəyisə qoymaq, nəyisə artıq tərk etmək və artıq təzə bir şeyə yönəlmək, təzə perspektivlər, təzə şeylər, təzə çevrə, iş, ilişki ola bilər. Yəni burada sizi belə bir şey gözləyir. Həmçinin də bu görüş sonrasında da siz nəyisə gözləyə bilərsiniz, nəyinsə həll olunmağın ya da ki, görüş sonrasında hansısa bir cavab gözləməyiniz də olası bir şeydir. Deməli, keçid etmək istəyirəm ikinci varianta. İkinci variantda sizi nə gözləyə bilər? Deməli, ikinci variantda sizin maddi maraqlarınızın ya da ki, pul gözləntiləriniz qarşılanmaya bilər. Həmçinin də bu belə bir şey ola bilər ki, sizin hər hansı bir marağınız var, nəyisə gözləyirsiniz, amma o qarşılanmır. Yəni, misal üçün sizə borc verilməlidir ya da ki, hansısa bir artıq nəticə verilməlidir marağınızla, istədiyiniz şeylə bağlı. Amma bu heç cürə yəni, ya baş vermir, ya da ki, ani bir şəkildə çox belə negativ bir şey olur. Həmçinin də bu sizin öz duyğusal narahatçılıqlarınız da ola bilər. Hansında ki, siz fikirləşirsiniz ki, mənim gələcəyim qaranlıqdır, mənim maraqlarım qarşılanmır, istədiyim şeylər alınmır. Niyə belə olur? Kifayətli qədər maddiyyat ya da istədiyim şeyləri kifayətli qədər ala bilmirəm. Niyə başqasında daha çox bu olur, amma mənə çatanda xeyir. Həmçinin də belə bir şey ola bilər ki, siz misal üçün hansısa pulu əldə edirsiniz, tam sevinməyə, yəni sevinmə zamanıdır, amma çatdırmırsınız heç sevinməyə, bu pulu başqa bir yerə xərcləməli olursunuz. Ya da ki, hər hansı bir marağınız yarandıqda belə ani o marağın perspektiv olmadığını, yəni perspektivsiz olduğunu görürsünüz. Yəni çöküş yaşayırsınız. Bu ideya reallaşmağında da olur. Misal üçün hər hansı bir ideyamız olur, hansı ki bizə yaxşı inkişaf gətirə bilər, töhfə gətirə bilər, pul gətirə bilər və biz onu ya axıra qədər reallaşdıra bilmirik, ya da ki, emosional bir çöküş yaşadığımızdan onu reallaşdırmağa artıq gücümüz çatmır. Deməli, üçüncü varianta keçid etmək istəyirəm. Üçüncü variantda baxaq sizi nə gözləyir.
Deməli, burada daha çox şəxsi həyatla bağlı məsələlər ola bilər. Şəxsi həyat dediyim, yəni burada bəzisinizsə xanımlarla, yəni həyatınızda olan xanımlarla ya da istədiyiniz xanımla bağlı problemlər yaşaya bilərsiniz. Burada həm qıcıqlanma hissi, həm də narahatçılıq ola bilər. Yəni istədiyinizi kifayətli qədər almaya bilərsiniz. Ya da bu xanım sizi necə deyərlər, biraz yəni öz dəngi kimi görməyə bilər, ya da ki, belə bir şeylər ima eləyə bilər. Yəni ki, kifayətli qədər qazanmırsan, kifayətli qədər etmirsən. Həmçinin xanımsınızsa burada, deməli siz şəxsi həyatınızdan yaxşı qane edici şeylər almaya bilərsiniz və bu nə ilə bağlı ola bilər? Bu başqa qadınların sizin ilişkinizə girməyi, bu həm dolayısı yolla ola bilər. Yəni başqa qadının qarşı tərəfi doldurması ola bilər. Həmçinin də ola bilər ki, bu insan sizin və başqa qadının, yəni başqa xanımın arasında seçim edir və bu seçim sizin xeyrinizə olmaya bilər, ya da ki, nə sizi, nə də onu seçə bilər də, yəni sonuna qədər və bu problem yarada bilər. Yəni ya qərarlaş, ya məni seçirsən, ya onu seçirsən. Amma burada bu insanın ikinizi də seçməyib, yəni seçim edərkən düşünməyə ki, bu da mənə o qədər də uyğun deyil, bu bursa da, amma nə edeyim, belə idarə eləyərəm. Yəni o fikirdə olmağı problemlər yarada bilər. Həmçinin də deməli bu yəni yaxın gələcəkdə olan hadisələrdə sizə xanımlar tərəfindən problemlər yaşadıla bilər. Yəni o xanımlar sizi biraz incidici sözlər deyə bilər, ya da ki, sizi məyus edə bilər və bu sizi həm hirsləndirə bilər, həm məyus edə bilər, həm də narahatçılıq gətirə bilər.